Hər kəsə salam, mən Gülnar. Bugün sizinlə yenə IELTS-dən fərqli, ancaq bir o qədər sizin üçün faydalı olacaq bir mövzu ətrafında danışacağıq. How to study better. Necə daha yaxşı dərs oxumaq olar, hərfi tərcümə eləsək. Son zamanlar tələbələrimin dərs oxuyarkən həvəsdən düşmə, uzun müddət disiplinlə dərsin üstündə qala bilməmə və s. kimi halları ilə bağlı müzakirələr aparırdıq. Təbii ki, son zamanlar bunun artmasının əsas səbəblərindən biri, həmişə bu şey mövcud olsa da, əsas səbəblərindən biri bizim diqqətimizi yayındıran amillərin çoxluğudur. Bura telefon, sosial media, müəyyən oyunlar və s. şeylər daxildir. Və bu mövzu üzərində müəyyən araşdırmalar edirdim. Burada hansı ki, study techniques dediyimiz öyrənmə texnikaları və s. və axır düşündüm ki, niyə də bununla bağlı YouTube-da kiçik bir söhbətimiz olmasın. Belə ki, necə daha yaxşı dərs oxumaq, çalışmaq, işləmək olar? Bu məsələ ilə bağlı danışdıqda bir şey vurğulamalıyıq ki, bu əslində sosial medianın, internetin, telefonların varlığından əvvəldə insana görə, tələbəyə görə, şagirdə görə dəyişən bir məsələ idi. Həmişə biz eşitmişik, məsələn, evdə bir nəfər bacı qardaş olur deyə, onlardan biri həmişə daha həvəsli olur, daha disiplinlə çalışır, digəri daha tez həvəsdən düşür və s. Bu şeylər təbii ki, insanın xarakterinə görə də dəyişən məsələlərdir ki, kimisi daha yaxşı, daha həvəslə, daha disiplinli insanlar çalışa bilir, kimisinin həvəsi olmur və s. Amma bir şeyi gözdən qaçırmamalıyıq ki, son zamanlar bu artıq getdikcə belə deyim, çox yayılır və disiplinli insanlar belə ətrafında onları yayındıran şeylərin varlığından dolayı dərs oxumaqda, müəyyən bir şeyə fokuslu qalmaqda, işləməkdə çətinlik çəkirlər. Ona görə də bu videoda sizinlə öz tövsiyələrimi bölüşəcəm. İlk tövsiyəm çox məşhur bir texnika haqqındadır. Hansı ki, buna Pomodoro texnikası deyirlər. Bir deyirəm ki, tələffüzü doğrudan da bu cürdür. Çünki mən necə yazılırsa o cürdə tələffüz elədim. Belə ki, bu texnikanın əsas məqsədi müəyyən periodda fokuslu qala bilməyi bacarmaq üçün özümüzə bir mükafat, yəni 5-10 dəqiqəlik istirahətlər vəd etməkdir. Belə ki, siz dərs oxumağa oturanda düşünsəz ki, əgər mən saatlarla bu dərsi oxuyacağam, onda bir yerdən başlamaq həmişə çətin olacaq və o saatlar haqqında düşünəcəksiniz. Bir növ el arasında belə bir istifadə edirik ki, gözümə dayanıb onu oxumaq. O saatlar sizin gözünüzə dayanacaq. Buna görə də Pomodoro texnikası çox tövsiyə olunan bir texnikadır. Belə ki, bu texnikada siz özünüzə qısa 20-25 dəqiqəlik hədəflər qoyursunuz və hər 20-25 dəqiqədən sonra 5-10 dəqiqə istirahət götürürsünüz. Hətta 3-4-20-25 dəqiqəlik perioddan sonra artıq daha uzun, yarım saatlıq bir istirahət belə deyim, özünüzə vəd eləyə bilərsiniz. Bu halda siz biləcəksiniz ki, mənim qarşımda 20 dəqiqə var, mən cəmi 20 dəqiqə oxumalıyam. Ondan sonra 5-10 dəqiqə istirahətim var. Artıq növbəti 20-25 dəqiqələr haqqında düşünmürsünüz. Bu dəqiqə 20 dəqiqə ərzində oxuyuram, sonra 5-10 dəqiqəlik istirahətim var. Və Pomodoro texnikasının, belə deyim də, bizim işimizi asanlaşdırmağın ən önəmli səbəblərindən biri odur ki, biz həmişə gözümüzdə çox böyük görünən şeyləri hissələrə böləndə o şeylər bizim üçün daha da asanlaşır. Və elə buradan yola çıxaraq növbəti texnikanı sizinlə paylaşmaq istəyirəm. Hissələrə bölərək, kiçik hissələrinə bölərək öyrənmək. Belə ki, siz bilirsiniz ki, növbəti 2 gün ərzində və ya ümumiyyətlə sabaha siz 60 səhifəlik bir dissertasiya, elmi iş yazmalısınız. Sizin müəyyən bir deadline-ınız var və siz ancaq 60 səhifə haqqında düşünürsünüz. Bir gün eləməyə bu biraz absurd olar. Bir həftəniz var və siz bu 60 səhifəlik dissertasiyanın daha doğrusu 60 səhifəsini təhvil verməlisiniz. Siz ancaq 60 haqqında düşünəndə, təbii ki, bu yenə el arasında dediyimiz kimi gözünüzə dayandığına görə başlamaqda çətinlik çəkəcəksiniz. O zaman kiçik hissələrinə bölürük. Belə ki, sabaha özünüzə sadəcə 5 səhifə üçün deadline qoyursunuz. Növbəti gün üçün yenə 5 səhifə, yəni bu 60 səhifəni müəyyən günlərinə bölürsünüz. Hər 2 gün üçün özümə 5-10 səhifəlik bir kvota tərtib edirəm. Və onda artıq sizin beyniniz mən 60 səhifəlik bir dissertasiya işi yazmalıyam düşünmür. Sizin beyniniz düşünür ki, mən 2 gün ərzində 5 səhifə yazmalıyam. Bu artıq daha kiçik tapşırıq olduğuna görə siz başlamaq üçün daha həvəsli olacaqsınız və sizə real görünəcək və gözünüzdə çox böyütməyəcəksiniz.
Texnikalar dərs oxumaq üçün önəmlidir təbii ki, amma bu texnikaların da işə yaraması üçün ən vacib şeylərdən biri sizi distract, yəni fikrinizi yayındıran o şeylərdən uzaqlaşdırmaqdır. Mən həmişə tələbələrimə tövsiyə edirəm. Bilirsiniz ki, IELTS instruktorum, IELTS tədris edirəm və IELTS-də ümumiyyətlə ən vacib şeylərdən biri konsentrasiyadır, xüsusilə reading sectionda. Çünki reading tələbələrin ən çox sevmədiyi, onlar üçün ən sıxıcı olan bir sectiondur. Ümumiyyətlə 1 saat vaxt aparır, analizdən ibarətdir, güclü konsentrasiya tələb edir və həmişə tələbələrə deyirəm ki, sizin üçün biraz gülməli səslənəcək, amma readingdə uğurlu olmaq üçün readingə sevgi ilə yanaşmalısınız və burada sevgi deyəndə mən nəyi nəzərdə tuturam? Bu tək reading işləmək yox, istənilən sahədə dərs oxumaq üçün keçərlidir bu arada və ya işləmək üçün keçərlidir. Önəmli olan necə o həvəslə və konsentrasiya ilə belə deyim, oxumaq və işləməyimizdir. Bunun üçün ən ideal şeylərdən biri əvvəl mühitinizi ona uyğunlaşdırmaqdır. Belə ki, əgər masanızın üzəri çox qarışıqdırsa, ətrafınızda sizi yayındıran çox şey varsa, o zaman fokuslanmaqda çətinlik çəkəcəksiniz. Ona görə tələbələrə tövsiyə edirəm ki, həmişə masanızı maksimum dərəcədə səliqəyə salın və ya dərs oxuyacağınız otağı özünüzə qəşəng bir çay dəmləyin və gətirin onu qoyun masanızın üstünə və ən önəmlisi telefon, kompüter, planşet hər nə istifadə edirsinizsə onları airplane mode, yəni artıq təyyarə rejiminə, sizə zəng çatmayacaq, mesaj çatmayacaq, sizə heç bir trigger, yəni fikrinizi yayındıracaq heç bir tətikləyici bir şey qəbul etməyəcəyiniz bir vəziyyətə gətirirsiniz. Buna deyirik plugged off, yəni artıq özünüzü çıxartdınız, necə deyirlər, ayırdınız internetdən, elektrikdən ayırdınız özünüzü, tamamilə söndürdünüz. Və dərs oxumaq üçün yox təbii ki də, müəyyən internetlə bağlı, sosial media ilə bağlı məsələlərdən uzaq qalmaq üçün. Və bundan sonra artıq otağınız çox səliqəlidir, masanız çox səliqəlidir və qarşınızda qəşəng bir çayınız var və beyninizi də artıq fokuslayırsınız ki, mən növbəti 1 saat bu rutinqin üstündəyəm. Çünki həmişə tələbələrə dediyim bir məqam da var ki, əgər siz müəyyən bir dərs oxumağa və ya iş görməyə pufla başlasanız, o zaman nə fokusunuz orada olmayacaq, oradan nə normal nəticə ala bilməyəcəksiniz, nə də başqa işinizlə məşğul ola biləcəksiniz. Bütün vaxtınız boşa getmiş olacaq. Əgər o an heç cür beyninizi fokuslayıb başlamağınız mümkün deyilsə, onda sadəcə kitab qoyub gedib başqa işlə məşğul olursunuz. Çünki onsuz da o sizin üçün səmərəli olmayacaq və vaxt etkisi olacaq. Əks halda, əgər mümkündürsə, beyninizi növbəti 1 saat, 2 saat nə qədər oxumağı planlayırsınızsa, fokuslayırsınız ki, mən bunun üzərindəyəm. Daha maraqlı bir şey axtarışında olmadan beyin artıq qəbul edir ki, bununla məşğul olmalıdır. Amma dediyim kimi, təbii ki, bəzən anlar olur ki, biz özümüzə bu mühiti yaratsaq da və s. beyin heç cür fokuslanmaq istəmir. Burada yorğunluq və s. məsələlərin çox önəmi var. Bu halda ən yaxşısı həmin an örtüb qoyub istirahət edib, daha sonra fresh brain, yəni yeni bir beyinlə qayıtmağınızdır. Videonu çox uzatmaq istəmirəm, ona görə çalışdım ki, bugün sizinlə əsas özümün də tətbiq etdiyim və yararını gördüyüm baza texnikaları bölüşüm. Sonda kiçik bir məqamı da əlavə etmək istəyərdim ki, əgər evdə sizin diqqətinizi yayındıran məqamlar çoxdursa, həmişə dərs oxumaq üçün bizi motivasiya edən və ya işləmək üçün mühitlərdə olmağımız da bunun üçün vacibdir. Misal üçün, əgər saatlarla bir şey oxumalısınızsa, kitabxanaya gedə bilərsiniz. Çünki orada siz səs edə bilməzsiniz, ancaq sizin üçün edə biləcəyiniz ən maraqlı, ən optimal şey dərs oxumaqdır. Və ya istənilən bir mövzu ilə bağlı, misal üçün siz uzun müddət işləməlisinizsə, coworking mərkəzlərinə gedə bilərsiniz. Hansı ki, orada görəcəksiniz ki, ətrafınızda hər kəs işləyir artıq. Eləmək üçün başqa maraqlı bir şey yoxdur, divan yoxdur uzanmaq üçün, televizor yoxdur baxmaq üçün. Bu halda siz məcbur olacaqsınız ki, üstündən durmadan işləyəsiniz. Bu şeylər də təbii ki, yəni evdə ətrafımıza ona uyğunlaşdıra bilmiriksə, ona uyğun mühitlərdə, belə deyim, oxumağa və ya işləməyə çalışmağımızda sizə kömək ola bilər. Belə, özümün də həyatımda tətbiq etdiyim və faydasını gördüyüm müəyyən texnikaları və necə deyirlər, ipuclarını çalışdım ki, sizinlə bölüşüm. Xüsusilə nəzərə alsaq ki, qarşıdan imtahan sessiyaları gəlir birazdan, həmçinin paperlar, yəni sərbəst işlər və s. üçün deadline'lar gəlir. Ümid edirəm ki, bu video sizin üçün faydalı olacaq. Növbəti videolarda görüşərik.